بسم الله الرحمن الرحیم. اللهم صل علی محمد و آل محمد. اللهم عجل ولیک الفرج. Məkasib kitabından 444-cü dərsi oxuyuruq. Bildiyiniz kimi biz neçə müddətdir ki bu kitabdan Ğina bölümündən oxuyuruq. Və mərhum Şeyx Murtəza Ənsari buyurdu ki, Ğina haramdır və hər kim ğina eləsə, ğinaya qulaq assa, bu haram iş görübdür. İstəyir bu ğina Quran oxumaqda olsun, dua oxumaqda olsun, mərsiyə oxumaqda olsun və yaxud digər bir şeylərdə olsun. Və mərhum şeyx buyurdu, bəzi insanlar ki, bəzi alimlər ki, müxalifdirlər bizimlə, onlar da o ğınayı ki, haramdır, o ki biz zikr eləmişik, yəni sovt ləhvidir, onlar da müxalifət eləmirlər. Yəni onlar da elə deyirlər, o ğina haramdır. Və lakin o ğina ki, sovt ləhvi ilə münasib deyil, onda ixtilaflar var. Onda bəziləri deyirlər ki, həlaldır. Onun üçün mərhum şeyx buyurur, vəlləzi əzunnu ənnə ma zəkərnahu fi mənəl ğina'il muharram, buyurur, oy ki mən zənn eləyirəm, güman eləyirəm, zikr eləmişəm ki, ğina-i muharramin mənasını, yəni haram olan ğinanın mənasını ki zikr eləmişəm, min ənəhu sovtəl ləhvi, o haram olan ğinanın mənası həmən sovt-i ləhvidir. Həmən o səsdir ki, ləhvidir. Ənə haulai, buyurur, mənim zənnim budur ki, həqiqətən o alimlər və qeyruhum və onlardan başqaları qeyru müxalifinə fihi, həmən bu haram olan ğinanın mənasını ki biz demişik, orada bizlə müxalif deyirlər. Onlar da onun haramlığını qəbul eləyirlər. Və əmmə ma ləm yəkun əla cəhətil ləhv əl-münasib li-sair alati, amma ma ləm yəkun əla cəhətil ləhv, əgər bir ğina o ləhv kimi olmaya ki, əl-münasib li-sair alati, ki o münasibdir musiqi alətləri ilə, digər musiqi alətləri ilə, fəla dəlilə əla təhrimi لو فرض شمول الغنا lə. Bəli, əgər o ğinayı ki, musiqi alətləri ilə, ləhvlə münasib deyil, onların haramlığına heç bir dəlilimiz yoxdur. Fəla dəlilə əla təhrimi لو فرض شمول الغنا ləhvu. Əgər fərz eləsək ki, ğina şamil olur belə bir səslərə, belə bir sovtlərə, onların haramlığına dəlilimiz yoxdur. Niyə? Ləənnə mutlaqatəl ğina munəzzələtun əla ma dəllə əla inadətil hükm fihi bil ləhvi vəl batil. Çünki ğinanı haram eləyən o mütləq dəlillər ki var, onlar həmişə nazil olur o surətə ki, gərək o hökm əhatə eləsin ləhv və batil ilə. Əgər orada ləhv və batil olsa, onda o ğinanın mütləq deyən, haram deyən rivayətlər nazil olur həmən o surətə. O surətə ki, ləhv və batil var, onlar haramdır. Minəl əxbaril mütəqəddimə, o qabaqda söylədiyimiz o mütləq rivayətlər. Xüsusən mə insirafiha fi ənfusiha kə əxbaril müğənniyə ilə hazəl fərd. Məxsusən o rivayətlər ki,
o qadın ki müğənniyədir, onların oxumaqlarını haram bilir. Həmən rivayətlər o fərdə şamil olurlar ki, yəni bir qadın müğənniyə ola və özü də ləhv və batil ilə ola, o surəti deyirlər ki, haramdır. Pəs qinanı mütləq haram bilən rivayətlər mütləqinə əməl olunmur. Bəlkə o surəti haram bilir ki, oradan müğənniyə oxuya, ləhv və batilindən ondan sonra o haram olar. Bu qinanın haramlığı haqqında deyilən dəlil və rivayətlərdir. Mərhum Şeyx Murtəza Ənsari buyurur, indi bəhsimiz o yerdədir ki, məşhur istisna eləyiblər qinadan. Deyiblər, qina haramdır və lakin iki yerdə həlaldır. O iki yer hansıdır? Onları oxuyur. Bu bəqiyyəl kəlam fîmâ istəsnahul məşhur. Buyurur, kəlamımız, bəhsimiz indi o yerdədir ki, iki yer ki, məşhur istisna eləyibdir. Və huvə əmran. Onlar iki dənə yerdir. Buyurublar ki, iki yerdə qina həlaldır, qina istisna olunubdur. O iki yer haradır? Əhəduhuma, onlardan biri budur. Əl-huda bizzəm. Biri budur ki, huda, zəm kəlməsini, yəni huda zəmmə ilə oxuhunu. Kəd-dua, dua kimi. Sovtun, bu huda bir səsdir. Yurəcci fihi, orada qina olunur, orada tərcih olunur, orada qəlqələ olunur. Niyə? Lil-seyr bil-ibil, dəvə sürətlə getsin. Qədimdə dəvələr ki, yola düşələrdi yüklə, onlara xüsusi bir səs çıxardardılar. Xüsusi bir sovtla onlar üçün bir şey oxuyardılar. O dəvələr sürətlənərdilər. Karvan tez gedərdi. Ona deyirlər huda. Buyururlar ki, burada qina var, qina olunurdu və lakin bu istisna olunub o umumi haramın içindən. Əl-huda bezzəm kəd-dua sovtun yurəcci fihi lil-seyr bil-ibil ki, burada da qina eləyirlər və lakin dəvə sürətlə getsin deyə bunu istisna eləyiblər. Deyiblər, icazəlidir. Və fil kifayə, mərhum Fazil Səbzivari Kifayə kitabında buyurub, Ennəl məşhur istəsnahu, məşhur bunu istisna eləyib. Və qəd sərrəhə bezalikə fi şəhadat-ı şərai vəl-qəvaid və fid-durus. Buyurur ki, artıq şərai kitabının şəhadət bölümündə, qəvaid kitabının şəhadət bölümündə, durus kitabının şəhadət bölümündə aşikar şəkildə deyiblər ki, bu qinadan istisna olunubdur. Və la təqdiri kovnuhi minəl əsfatil ləhviyyə. Mərhum şeyx buyurur ki, belə ki, fərz eləyək ki, bu huda əsfat-ı ləhviyyədəndir, yəni ləhv olan sovtudandır. Kəma yəşhədu bihi istisnaəhum, necə ki, alimlərin istisnası buna şəhadət verir ki, bu özü də qinadır, sovt-ı ləhvidir və lakin istisna eləyiblər. Əyyahum ənəl qina bədə əqsihimil itrab fi tərifihi. Belə ki, alimlər qinanın tərifində tərbi şərt eləyiblər. Deyiblər, gerək tərb ola. Tərbi də məna eləmişik qabaqki dərslərdə. Necə ki, buyurublar ki, qinada gerək tərb ola, qina haramdır. Elə bundan da istisna eləyiblər. Mənaları budur ki, bu hudada da elə sovt-ı ləhbi var, tərbi var və lakin istisna olunub. Fələm əcidu ma yəsləli istisnaihi. Müntaha mərhum şeyx buyurur, mən bir dənə dəlil tapmamışam ki,
o dəlilin səlahiyyəti olsun, gəlsin hudanı haram olan qınanın içindən istisna eləsin. Fələm əcidu ma yəsləh li istisnaihi mə təvatürül əxbar bit təhrim. Bir haldayı ki, rivayətlər təvatürdür təhrimə. Yəni rivayətlərin hamısı yəqin gətirəndir ki, qina haramdır. Amma bir dənə dəlil yoxdur ki, gəlsin hudanı onların içindən çıxartsın. Əda rivayətun nəbəviyyə, bir dənə burada nəbəvi rivayət var. Zəkərəha fil məsalik, şəhid gəlib o rivayəti məsalik kitabında zikr eləyib. Min təqririn nəbi sallallahu aleyhi və aleyh li Abdullah ibn Rəvahə. Bir dənə rivayətdir ki, o da mərhum şəhid məsalikdə nəql eləyib. Deyib ki, bir rivayətdir ki, Peyğəmbər gəldi, Abdullah ibn Rəvahəni təqrir elədi. Təqrir də elə hüccətdir. Təqrir də necə elədi? Abdullah ibn Rəvahə Peyğəmbərin yanında dəvəni yerindən tərpətdi, onu sürətləndirmək üçün huda elədi. Yəni belə bir səslə oxudu, Peyğəmbər onu qadağan eləmədi. Peyğəmbər ki, onu qadağan eləmədi, yəni təqrir elədi, yəni qəbul elədi. Bu elə özü dəlildir ki, bu icazəlidir. Bu rivayət də nəbəvidir, yəni əhl-i sünnə mənbələrində nəql eləyiblər. Heysu hədalil ibil, belə ki, Abdullah ibn Rəvahə ibil üçün, dəvə üçün huda elədi, yəni o səslə oxudu və kana husnus sovt və səsi də gözəl idi və Peyğəmbər onu qadağan eləmədi, onu inkar eləmədi. Mərhum şeyx buyurur və fi dalalətihi və sənətihi ma la yəxva. Bu nəql olunan rivayət, bu nəbəvi rivayətin həm dəlalətində, həm sənədində işqal var. Sənədində işqal var, bu cəhətə görə sənədi amidir, yəni əhl-i sünnə nəql eləyibdir. Dəlalətində işqal var, ona görə ki, biz hardan bizə məlum ki, Abdullah ibn Rəvahə elə bir səslə oxudu ki, o hədd-i qinaya çatdı, qina həddinə çatdı və Peyğəmbər də onu qəbul elədi. Bu bizə hardan məlum? Bəlkə Abdullah ibn Rəvahə elə oxuyubdu, heç qina həddinə çatmayıbdı və qina həddinə çatmadığı üçün Peyğəmbərdən inkar eləmədi. Ona görə də bu rivayətin nə sənədi bizə düzgündür tam şəkildə, nə də dəlaləti. Bu rivayətə görə biz eləyə bilmərik ki, deyək ki, huda qinanın içindən istisna olunub və icazəlidir və bunu oxumaq olar. Elhamdülillah Rabbil aləmin.